Əziz dostlar, Allah hamının malına bərəkət versin. Bizim bax bu gözəl insanlar da onların içində. Sizi Azqara ocağından salamlayırıq. Bu kişinin zəhməti çoxdur, həqiqətən çoxdur. Dəfələrlə göyərçin uçlarının şahidi olmuşuq. Yaxşı göyərçinlərinin uçuşunun şahidi olmaqla yanaşı, yaxşı gözəl nəsihətlərinin də sahibi olmuşuq. Daha doğrusu şahidi olmuşuq. Bilirəm, bunu istəyirəm, soruşam sizdən. İndi necədir vəziyyət? Qadıcan, vəziyyət ki, belədir də. Mən vallahi indi uşaq vaxtdan eşitmişəm, kişi gördüyünü danmaz. İndi bəziləri danır, da mən ne deyim? Bu efirə gedir. Başqa söz deməyim. Mən efirə verəcəm. Amma ki, oğlan var ki, səhərdən axşam mən elə ehtiyat da eləmirəm, qoy baxsın, zəng vursun, mənə desin ki, mənə deyirsən, deyim, həli sən ne deyirəm. Səhərdən axşam həyətimdə oturub quş izləyib, oturub altında bir dəfə yox ha, 51 dəfə. İndi çıxıb deyir ki, həcrin oxuşlar 4 saat uçur. İndi başlayız, indi o vaxt Allah rəhmət cəm ölənləri Hacı Zahirlə oturmuşdu Almaniyada. Söhbət düşdü elə dedim, o belə, bu belə. Dedi ki, adam durub hər şeyi ağarsa, adam tek qalar. İndi bəzi şeylərə görə adam ağardmır, danışmır. Qaldı ki, kişi gördüyünü danmaz, kişi gördüyünü deyər. Uçmayı bəyəm, uçmayı uçur. Fakt uçub. Gözünün qabağında dəfələrlə mən saat demirəm. Amma ki, quşbaza lazım olan saati görüb burada. Amma ki, gəl görgünən ki, çıxanda deyir ki, uçmur. Yəni bir neçə adam var belənçinə, görür. Ən axmaq şeydir də. Şimdi öz səhvini bilə-bilə müdafiə edən şərəfsiz insan. Yəni bundan ona cavabım yoxdur. Çünki o insan ki, öz səhvini görür. Mən sənin səhvim olsa, mən sənə üzr istəyərəm və yaxud deyərəm mənim bağışla. Səhvsiz Allahdır, səhvsiz insan yoxdur. Baxma, adam etiraf eləməlidir ki, mən üzrü sahib. Amma ki, mən indi gedmişəm Elxanın yanına görəm, Elxanın quşu bir günlər 7 saat uçdu. Keçirəm, sonra məndən soruşurlar, deyirəm ki, Elxanda quş var, 4 saat uçur, 3 saat uçur və yaxud da heç uçmur. O düzgündür. Biraz əvvəl dedim, o paniklər şahiddir. Bir sənə görə, çünki insanların çoxsuna etibarım qalmayıb. Ona görə panik, o dilsiz, ağızsız panik, mən özümə şahid duram. Düzdür, şahid Allahdır. Ancaq mən məcburam ki, o sözü də belə məsəl var, adam var, divardır da. Bir günləri danışır, sabah görsən hörgü üzünü bağlayır. Çox adam burada quş görüb. Deməli, 29 ildir Bahayda quş uçururam. 95-dən 2024-cü ilə. Hər ildə quşum olur, hər gündə quş havasında quşum olur, göydə uçurmuşam. İntihası budur ki, indi belədir də gəlib görür, həzm eləyə bilmir. Mən ne deyim, damına nə ad qoyum? Kişiyə qısqanmaz. Əlbəttə, Allah Azərdən razı olsun. Onun bir dənə o məsələ ilə bağlı möcüzəsinə qulaq assınlar. O nəysə. Hatta mən bildim nədir, nə deyil. Açıq ki, qardaş, inşallah o qədər şeylər var ki, bu həyat çox şey şahiddir. Qardaşlar, mən çox xahiş edirəm. Yəni məsələləri, yəni belə deyək də, bilmədən danışmaq olmaz. Gördüyü deməlisən, gördüyü danışmalısan. Qulağın eşitdiyinə heç vaxt getmə. Mən bu ikinin həyətindən o uçuşları görmüşəm. Yenə də deyirəm, yaxşı uçuşlar görmüşük. Saat başına özü də etiraf edir ki, heç vaxt saat deməyib mənə. Və insanlar ki, gördüyünü demir, etiraf eləmir. O səhv olarlar, özünə bəraət qazandırır. O insandan insan olmaz. Yəni onu bilirəm. Hacı, bilirəm, sənin yaralı yerində, biz məcburuq bunları soruşaq sizə. Yəni gördüyü dərə kişi deyə. Düpbədir. Yəni mən bunların hamısını efirə verəcəm. Ona görə də o insanlar ki, haqqı danırlar, onunla heç dostluğa da dəyməz. Yağın ki, düpbədir. Düpbədir. İnşallah əladır. Bir çörəyi ver, çörəkçiyə bir döstəlik. Atalar məsəli var. Sağ ol, Hacıcan. Allah sənə ömür və bərəkət. Sağ ol, sizinki ilə baxəm. Sağ ol. Bax, ayrılırıq bu məkandan. İnşallah növbəti çəkilişimiz bu paniklərin şahidi olduğu məkandan ayrılıb növbəti çəkilişimizin arxasında gedirik. Uğurlarınız bol olsun. Bizə uğur diləyin, bizə dəstək olun. Bizə necə deyirlər, bir dənə like verməyiniz bəs edir. Aycan Alişan. Necəsən? Yazma bir də deyəm ki, buradakı da quşlar vardı. Aparırlar zəvələ.
gel otur da sen qavadan olur. Gel otur valla. Değerli dostlar, bax bu gözəl məkandan gördüyünüz kimi biz göyərçinlərimizə, bu da Hacı Qara Kidi. İnşallah buraxacaq bayra tamaşa edin sizə. Göyərçinlərimiz yeri Bakı göyərçinlərdir. Bakı quşbazları yaxşı bilir. İnşallah dırnaqları bərk olsun, çox gözəl şərait yaradılıb quşlar üçün. Maşallah olsun. Digər setkadan da quşlarımız buraxılacaq. Daha doğrusu görürsünüz. Çox yaxına getmirəm. Bu quşların çəkilişinə mane olar. Yəni qalxar, eləyər, mərdimazar olmayaq da. Maşallah, maşallah. Hacı bəs 2 dənə, ha? İnşallah 2 dənə bəs. Hacı yuxarıda quşları var deyəsən, inşallah. Ha, var. Yuxarıda quşları var deyəsən, hə? Qalıb, hər qalıb. Maşallah, mən düzdür, siz demişsiniz da mən bilirəm ki, yuxarıda sizin göyərçinləriniz var. Allah bərəkət versin. Bilirəm ki, Hacıya dəstəyim böyükdür. Çünki qardaşımız özü biraz əvvəl özü etiraf elədi. Allah bərəkət versin Hacıdan. Amin. Allah hamısına heyvanatına bərəkət versin. Hamısı əziyyət çəkir. Allah hamısına yaxşı uçuşlar qismət eləsin inşallah. Maşallah qonaqlarımız var. Maşallah. Saqqallı Burada elə, gəlib bura. bəli, hər gün elə qonaqlarımız var. Çempionumuz da buradadır Elşən. Allah ona da can sağlıq versin. Maşallah Elşənin də quşlarını mən izlədim yarışda əvvəldən axırıca. Çox gözəl uçdu, əla uçdular maşallah. Bu ildə 40 nəfər var yarışda. Allah hamısına gözəl nəticələr qismət eləsin. Amin. Düzdür, çempion bir nəfər olacaq, amma ki, nəticələr gözəl olsun. Əsas olur. Çoxdur, iştirakçılarımız çoxdur. Bəli, bəli, sizin yarışda var. Allah səndən də razı olsun. Əvvəl o qədər bu uçuşa qiymət vermirdilər. Bu yarışlar olandan sonra uçuşa qiymət verdilər. Düzdür, verən var idi ya uçuşa ya. Hər kətdə məsəl üçün 5 dənə, 10 dənə bu köynələr ki vardı, onlar elə qoruyub saxlayırdı. Amma cavanlar da maşallah olsun, cavanlar da uçuşa çox fikir verirlər. Dəyərli dostlar, hamınızı salamlayıram. Bax, Bilgədən, bu gözəl məkandan. Bura bizim Elvin Bilgəli, Hacı Elvin Bilgəlinin ocağıdır. Onun göyərçinlərə olan məhəbbəti, onun göyərçinlərə olan sevgisi və xüsusən də insanların o sülh quşunun rəmzi ki, mehribancılıqdır. Göyərçinin rəmzi sülh quşudur. Yəni bilirsiniz ki, sülhü əsas təmsil edir. Bu ikinin ocağından sizləri salamlayırıq. Çox gözəl bir qonaqlarımız var. Ağsaqqallar da buradadır. Rauf kişi buradadır. Hacı Ağsaqqaldır. Çox dəyərli ağsaqqallardan biridir. İnşallah onu da sizə təqdim edəcəm. Aleykümselam. Kardeş hoş gördük. Siz gələsiniz. Sağ ol. Qonaqlarımız da gəlir. İnşallah gördüm. Sizi çəkirdik. Quşları buraxdı səyədə. Yuxarıda deməmsiniz biz, ancaq yuxarıda göyərçininizin olduğunu biz bildik. Biraz əvvəl bildik. İnşallah xeyir olsun. Davamlı şəkildə çəkəcək. Xahiş edirəm mövzular haqqında ətraflı məlumat verəlim. İnşallah. Avadarlıqlarını, şeyləri. Maşallah şərait əladır. Allah bərəkət versin. Şərait saxlandığında bir göstərərik. İnşallah. Sən davam eləyə, göstərə başlayaq. Tələsimiz zəhmət olmasa. Bunu istəyirsiniz, gəl belə səsiniz gözəl düşsün. Yerində o məsələni həll edir. Deməli, dəyərli dostlar, hal-hazırda biz quşların həm də quşların Leymun qardaşımızdan onu sizə təqdim edir. Buyur əzizim. Buyur. Səhv eləmirəmsə təzə salınıb bura. Bura deyim də sentyabr ayı başlayıb tikintisi. Dekabrda quşlar keçirilib bura. Quşlar hamısı yəni bu ilin sentyabr, oktyabr bağlarıdır. Yəni o vaxt çıxan bağlardır.
ən axırıncı balı belə deyim, mart ayında aldım. Mart ayından sonra bal alınmayıb. Quşlar bir Onun 4 səbəbi quşdan. var da, mart ayında. Hə biz martda ayırırıq quşları. onları Biz deyəndə mən quşlar ayırıram. Hə, inşallah. mən ayırıram. İndi inşallah kötükləri də göstərəcəm sizə o bir səhifəyə gedib baxarıq orada. Quşxanaların hamısı bax belə yeri görürsüz də hamısı setka ilə iki tərəfli yerdə qalır, nəcis qalıb, xəstəlik xəstəlik yayılmır. Sonra hər bir quşxanada kamera müşahidəsi var. Hər bir quşxana gecə siqnalizasiya təhvil verilir. Yəni burada hər şey yüksək səviyyədədir. mühafizə. Bəli, yuxarısı üstü betondur, aşağısı betondur, isti soyuğa görə. Arxası 2 divardır. Arxadan söküb girmək olmasın. Belə deyim də. Yəni tam təhlükəsizlik təmin Tam təhlükəsiz təmin olunur. Gecə də yəni şirkətə verilir, polis şirkətinə, yəni bura mühafizə olunur. Belə deyim. Quşlar əsasən olaraq burada iki cinsdir. Həcraf həminlə, həcqara kişinin quşlarıdır. Kişilər də burada, Hə, burada kişilər ağsaqqallı, Allah onların canını sağ eləsin. Hər ikisi buradadılar. Bax odur, burada gördüyünüz kimi hadlar. Belə deyim də, mən birinci səfər keçən il bilirsiniz də mən yarışmaya qoşulmuşdum. Birinci səfər quş uçuranda yarışmaya 8 aydır quş saxlayırdım. Yəni 8 aydır. Yəni dəhşət çox kütlə mənə gəlib ki, hansı ki deyirlər ki, ay şansdır, ay nə bilim, nə var quş uçurmağa, ya mən özüm üçün saxlayıram, özüm üçün uçurduram. Bunların hamısını mən qəbul edirəm. Amma ən azından əməyə sayğı göstərək də, yəni insanların çəkdiyi əziyyətə. Yəni bir dənə belə deyim, yarışmaya quş hazırlamaq üçün, yəni ən azı 80-100-dən çox quş qaçırılır. Yəni bu mümkün deyil. Yəni ki, quş qaçırılmasan, yəni 12 quş ortaya çıxartmaq üçün. Yəni 80-100 və tələsdiyinə görə hansı ki o yarışmaya hazırlayıb quşu tələsdiyinə görə həddindən artıq çox əziyyətdir. Yəni biri var özün üçün saxlayırsan, özün üçün uçurdursan. Bu gün məsəl üçün hava xoşuma gəlmir, uçurmursan, amma yarışa hazırlanan vaxt yarışa hazırlanan quşlardan yəni belə şey mümkün deyil. Əgər yarışa quş hazırlayırsansa, sən yəni məcbursan quşu uçurdub, yəni belə deyim, onu uçuş vəziyyətinə gətirmək. Bir də üzr istəyirəm, bir söz eşitdim ki, yəni bir məlumat məndə var ki, siz keçən il hansı yarışda tutduğunuz quşlar ki var, onları bu ildə qismət olsa sınaqdan keçirdəcəksiniz. O mövzuya bir toxunmaq istəyirəm hələ. O mənim belə deyim də bir yaralı yerimdir. Mən 2 ildir quş saxlayıram. 2 ildir ancaq onu eşidirəm ki, bala uçurtdum, bala belə elədi, bala uçurtduq, bala bunu göstərdi. Yəni bu quşbazlar neçə ildir quş saxlayırlar. Mən yəni inana bilmirəm ki, yəni bunlarda kəvən quş yoxdur. Yəni hansı ki 3 il, 5 il bunu uçurdurlar, göstərirlər. Yəni mən keçən il yarışda 9 dənə quş uçurmuşdum. 12 dənə uçurmuşdum, 3 dənəsi belə gəlmədi. Yəni mən eşitmişdim. Bəli, o 9 dənə quşun 9-dan da qanad vermişəm. İnşallah o bir həyətdədir. Göstərəcəm onları da sizə. 9 dənə də qanad vermişəm. Bilmirəm, qismət bəlkə ola bilər ki, bu il uçmazlar, uçarlar, bilmirəm. Yəni birinci il quşu uçurtdum, bu quş uçdu, kəsdim, bunu saxladım. Mən belə şey qəbul etmirəm. Ümumiyyətlə mənim fikrimcə bala quşun uçuşu göstərici deyil. İndi düz deyim, çox adam baxır deyəcək 2 ildir quş saxlayır, fikir bildirir. Hə, yəni mənim prosta 2 il saxlamağıma baxmayaraq mən arxamda 50 illik belə deyim də, əmək 50 illik əmək, 50 illik staj dayanır mənim arxamda. Mən kimsə 2 ilə, məsəl üçün 20 il öyrəndiyini mən 2 il öyrənmişəm, belə deyim. Mən məlumatım da var. Bəli. Ki, sənlə, yəni bu həyətdə. Hə, Hacı Qaram burada mənə çox kömək edir. Elə demək olar ki, gəlir kömək edir, quşların uçuşlarına baxır, mənə deyir, yəni hansıları uçurdaq, hansıları saxlayır, yəni çox kömək edir. İnşallah indi qismət olsa Allahın köməkliyi ilə bu il Allah qoysa yaxşı nəticə göstərməyə çalışacağıq. Yenə deyirəm, bu yarış belə bir şeydir ki, burada tək quş rol oynamır da, yəni tək quş rol oynamır. Burada quşbazlar rol oynayır, burada quşlar rol oynayır. Burada şans da olmalıdır insanda, hava da dəyişməməlidir, yəni burada təbii faktorlar da var. Yəni hamısı üst-üstə gəlməlidir və bu bir gündür. Axırda o təcrübəyə gəlir. Bəli, o da yəni yenə deyirəm, peşəkarı. Əgər mən bu illərdə məsəl üçün deyirəm, yaxşı saat göstərə bilməyəcəmsə, yəni gələn hazırlaşıb yaxşı saat göstərməyə nail olacam. Yəni mən bilirəm, yəni ki bu heç bir problem deyil. Yəni mən bilirəm ki, məndə quş da var, nə bilim, mən quşbazlığı da azdan çoxdan indi sağ olsunlar, yenə deyirəm, ağsaqqallar öyrədirlər, bəli. Təcrübəsi olan insanlar. Təcrübə, yəni illər dayanan təcrübə yəni var da, belə deyim burada. Maşallah, görünənlərin hamısı yeridir. Bunlar hamısı qanad quyruq demək olar olunanlardır, bəziləri ola bilər içində yəni olunmayıb. Yəni bu 4 quşxana, 5 quşxana qanad quyruq olunub hamısı. Maşallah içəridə də hiss olunur ki, təmizlik. Hə, içəri təmizlik mütləq. Bizdə ayda bir dəfə təmizlik vaxtıdır, ayda bir dəfə dərmanları verilir quşların. Yəni hər tərəfli qulluq olunur. Yəni hər bir dənə xəstə quş yəni qala bilməz burada. Bir dənə xəstə quş olduqca bu da təzə balalardır. Yəni bunlar ucu qanad quyruq olunmurdular. Maşallah. Yaxşı, bir qanad quyruqdan baladan danışdıq. Saatla bağlı bilirsiniz də bu birinci qanad, ikinci qanad. Yəni mən sizə bir şey deyim də, yəni mən ümumiyyətlə onu göstərici saymıram da. Yəni o belə deyim də,
bir şeyi əgər mən çağırıb, yəni olan şeyi göstərə bilməyəcəmsə, yəni bu günlər mən sizə deyim ki, mənim həyətdə bir dənə təyyarəm var. Siz mənə sual verəsiniz ki, gəlin bir dənə o təyyarəyə baxım da. Mən əgər onu sizə göstərə bilməyəcəmsə, deməli mənim təyyarəm yoxdur. Sözünüzə qüvvət. Hətta hal-hazırda köydə göyərtdiniz. Yəni mən onu demirəm də. Yəni nə onu deməyim. Çünki baxımda bir ara. Biz onu özümüz üçün uçurmuş, səhər uçurmuşduq. İndi gəlib düşənlər düşüb qalan. Düşəndə çəkəcəm onu. İnşallah qismət. Düşəndə çəkəcəm onu. Qismət. Yəqin ki, yəni Allahın izni ilə düşərsə çəkəcəm. İnşallah, inşallah. Hə, yəni ki, belə deyim də bu Arkadaşlar hamı baxsın, gözəl səliqəyə də baxın, yeri cinslər olmağına da baxın. Elvin qardaşınız danışır, mən onu hə, danışırlar məsəl üçün ki, o quşun birinci qənət belə, o quşun göstəricisi deyil. Yəni quşdur, bala quşdur, qoşula bilər kəvən quşlara, gedə bilər yuxarı. Və ya bala quşdur, hürkə bilər, gedər, hə, qorxusundan düşməz aşağı, aralandıqca havadan, yəni o yuxarı getdikcə yer balacalaşdıqda onun üçün o daha böyük əraziləri gördükcə qorxa bilər, gəlməyə bilər. Yəni bu göstərici deyil. O qədər quşlar oldu ki, məsəl üçün may ayında hə, gəlib məsəl üçün uçurdular onu. Avqust ayında quşlar uçmayıblar, həmən quşlar, və ya sentyabr ayında, iyun ayında uçmur. Lazım olan vaxt, yəni quş sezonunda uçmayıblar. İndi də bir təzə şey moda minib, belə deyim də, o dəbə minib, daha doğrusu Azərbaycanca desək. Yəni baxırsan ki, may ayının 5-i kimsə kimə quş verir, 15-i çıxırlar məsəl üçün canlıda, TikTokda ya orada burada filan quş, nə bilim, bu qədər saat uçdu. Mən bir dənə şey demək istəyirəm, yəni mən bilmirəm, ayında oturub mən qulaq asıram söhbətlərə, yəni ağsaqqalların danışıqlarına. Görürəm ki, yəni əvvəllər ümumiyyətlə may ayında quş uçurmurdular. Yəni bu təzəlicə bir şeydir. Yəni başlayıblar may ayında quşu cəld salarlar, yəni mayı balanı cəld salarlar, öyrədərlər havaya, uçuşa. Amma yəni uçuşu, may ayında olan uçuşu qeyd eləmək və o quşu tərifləmək, yəni onu kəsmək, saxlamaq. Elə siz onu biraz əvvəl sübut elədiniz, mənə demədiniz göydə göyərtdi. Hə, yəni indi mən ona sizə nə deyim, indi quşun uçuşunu saymazlar. Mən iyul ayında olsaydım 100 var mənə dedim. Hə də iyul ayında gəlsəydiniz, yəni mənim yuxarıda nə qədər quşum var onu da deyərdim. Səhər tezdən quşu uçurdanda da çağırardım sizə ki, uçuş vaxtı. Yəni üstünə 2 saat bu başdan, 2 saat o başdan qoymazdım da, belə deyim o bəziləri kimi. Hələ saat neçədə uçurdardım, sonra o vaxtda çağırardım, deyərdim baxın gəlin oturun və həyətə çağıranda quşbazları çağırardım. Dostlarımı yoxdur. Zaten mənim dostlarım, indi dostlarımı görəcəksiniz, böyle ağsaqqallarımı görəcəksiniz. Yəni zaten onlar mənim həyətimdə quşu bilirlər nədir. Mənim həyətimdəki uçuşu pisləməzlər. Heç kəs gəlib öz dostunun həyətində quşu pisləməz. Bəli. Amma həyətə də gələn quşbaz olmalıdır. Yəni mən həyətimə çağıracamsa, bəli, yaxşısını gətirib dostuna təqdim. Bəli, mən həyətə gətirəcəmsə, yəni sabahlarıma həyətində quş uçurdacamsa, qismət olsa, yenə də ola bilər, yəni həyatında elə bir şərait olar ki, Allah indi xəstəlikdən uzaq eləsin, nə bilim. Bilmədiyimiz, yəni ölüm itim olmasın, yəni müəyyən hadisələr var ki, hansı ki o bizdən asılı bir şey deyil. Yəni onlar olmasa, mən həqiqətən də yəni yayda Allah qoysa, indi hər ilini bilirsiniz də, Hacı Qaramin ad günü olur. Məsələn, ad gündə qismət olsa avqustda bir dənə uçuş eləyəcək. Ondan əlavə indi yenə bir neçə dəfə quşbazları, yenə də quşdan başı çıxan adamları, peşəkarları, hansı ki gəlib quşa baxıb qiymət verə bilən adamları, yəni çağıracaq və baxacaqlar quşlarımıza qiymət verəcəklər. Bir şey də əlavə eləmək istəyirəm. Yəni burada mənim quşlarımın içində bir neçə qardaşlarımızın da quşları var. Məsəl üçün, Binəqədidən başqa öndə o bil cins də var, ondan da danışacağam sizə. Köhnə ağ cinslər də var. Hə, onlardan da indi danışacağam. Xahiş edirəm onu. Onu atın indi inşallah aparsa göstərəcəm və burada da olar, burada bir gizli quşxanamız var, indi onu da göstərəcəm. Məsələn, Binəqədidən Saləmi var, hansı ki, məndə onun burada quşları var, verir. Yəni, özünün vaxtı yoxdur, iş adamıdır, uçurdur. Məsəl üçün, Binədən Həsən Əligildir, mənə quşlar verirlər, sağ olsunlar, yəni uçurduram. Yəni, çox qardaşlarımızın, Elşənin məndə, məsələn, kötükləri, Elşənin yarışda uçan, Elşən Balaxanının sonunda gələn, yəni 73 saatı tamamlayan quş da mənim quşxanamdadır. Mən yəni onu biraz xoşlayanlıyam, belə şeyin həvəskarıyam deyir. Öz quşlarımız şükür Allah heç kəsin quşundan yeri qalmır. Hələ hamısı bizim dostumuz, qardaşımızdır. Sadəcə məndə belə bir şey var, belə bir istək var ki, yəni mən xoşlayıram da yaxşı bir şey gördüm, yəni xoşlayıram o məndə olsun. Yəni Elşənin məsəl üçün axırıncı gələn quşu 73 saatı tamamlayan quş məndədir. Keçən il məsəl üçün Əkbər Əliyev sağ olsun 62 saatı tamamlayan quşu verib mənə yarışında, axırıncı gələn quşuna. Yəni bu quş belə bir şey. Ümumiyyətlə mən bir dənə də bir şey. Yəni ümumiyyətlə, indi inşallah onları da göstərəcəm. Məsəl üçün Hacı Qaramin də yarışda uçan quşlardan üçünün. Düz Hacı Qaramin mənim fərqi yoxdur. Yəni mən gedib ondan istəyir Hacı Rauf əmin həyətindən, istəyir Hacı Qaramin həyətindən, mənim sənim yoxdur. Yəni mən o kişilərin həyətinə ürəyim istəyən quşu girib götürə bilirəm. Yəni mənim üçün orada yox. O da birliyin, dostluğun. Bir dənə şey də qeyd eləmək istəyirəm. Ümumiyyətlə bu quş var ha. Çalışsın, heç kəsdən quş istəməsin. Yəni istəməsin. Eləyin ki, quşu sizə vermək istəsinlər.
Yəni mən bu açıq deyirəm buradan. Bir dənə adam çıxsın desin ki, Hacı Elvin mənə zəng eləyib quş istəyib məndən. Ya mənə deyib ki, bu quşu ver mənə. Yəni bir dənə adam onu çıxıb desə, bir dənə ona Söz bir də təkrar ya. yəni heç kəsdən quş istəməz. Yəni deməsinlər ki, yəni gəl mənə bu quşu ver, bu quşu ver. Onlar Yəni özü gətirsin. elə eləyin ki, siz istədiyiniz şeyi sizə versinlər. Yəni bir dənə var, istəyir mənim ağsaqqallarım olsun, istəyir mənim dostlarım olsun. Heç biri deyə bilməz ki, Hacı Elvin gəlib mənə deyib ki, bu quşu ver mənə. Yəni belə şey olmuyor. Yəni mən hansı quşu istəmişəmsə əldə eləmək, onu başqa bir yolla əldə eləmişəm. Yəni, heç kəs bilmir ki, mən onu istəmişəm. Mən o quşu çerez də olsa əldə eləmişəm. Mən ona heç gəlib deməmişəm. O adam desəm hansı ki, o adam götürüb mənə bağışlayar, üz-üzdən utanar. Götürüb bağışlayar. Mən ona deməmişəm. Bilmişəm o adama məsələn ehtiyacı var. O quşu məsəl üçün gedib götürmüşəm. Ehtiyacını Bəli. Sən ki, o ki, sən onu təmənnasız verər, siz ona müəyyən yollarla kömək edirsiniz. Bəli, mən gedib amma qaldı ki, məsəl üçün mənim öz dostlarıma istəyir Elşəndir, ya ağsaqqallara, Həcqaradır, Həcrafdır. Hamı elə bilir ki, yəni bizim aramızda nəsə maddiyyat ola bilər bir şey. Yəni belə şey qətiyyən bizim aramızda heç vaxt olmayıb və ola da bilmir. Yalnız dostluq, Yalnız dostluq, yəni deyirəm, yəni mən gecə saat şirin münasibət. 3-də də zəng eləsə istəyir Həcraf, istəyir Həcqara, istəyir o stolda indi oturan bütün qardaşlarım. Yəni mən durub yəni onların yanına qaça-qaça gedə bilərəm, yəni bez problem. O stolda oturanları qardaşlar inşallah biraz əvvəl sizə tablolarına göstərəcəm. Sonra burada bir dənə bizim ağlar var. İndi istəm onları da sizə göstərim Allahın köməkliyi ilə. Bu quşlar da bizim kənddə bir qardaş var. Cavan oğlan da elə bizlə yaşdır. Adı Məhəmməddir. Qoruyub saxlayıb. Quşların qədimi gedir yanır bir tərəfi Ramiz əmin quşlarına, bir tərəfi də Həcqara əmin quşlarına. Bir hardasa 30 il bundan qabaq qorunub saxlanılan cinsdir. Belə deyim. Keçən ildə onlardan şəxsən özüm uçurmuşam. Mənim bir dənə şey xasiyyətim var. Mən kimin quşu olur olsun, ay bu nədir, ay filan keçdi, ay nədir? Hamısını Allah canı sağ olsun. Mənə nə verdilər uçurduram. Mənə quş verirlər ki, at kötüylüyə mən onu uçurduram. Məndə belə şey yoxdur. İndi inşallah bu işıqları yandırım. Bunlar biraz Həqiqətən çox təmizdir. o bəzi söhbətlər gəzir ki, Bakı quşu olmur, hamıda qarışıqdır, nəminə birbaşa baxa bilərsiniz. Maşallah, Yəni, maşallah. təmiz Bakı quşu, yəni o yan bu yanı yoxdur. Kim də istəsə gəlib baxmaq, problem yoxdur. Gəlib baxa bilərlər, yəni. Maşallah. Həqiqətən çox sevindim. Hə, yəni erkəyi ilə mayasını demək olar ki, ayırmaq olmur. Yəni erkəyi ilə mayası ayrılmır quşda. Görürsünüz də qardaşlar, hamısı ilan başlar. Hamısı ağ balalar verirlər. Retki hallarda quyruğun ucunda qırmızı micə olur. Retki, yəni o da bir müddət sonra itir. Yəni məndə birində var idi micəsi, sonra itdi. Maşallah, maşallah. Görürsünüz qardaşlar. Yəni bunu kənddə bir uşaqdır, sağ olsun, qoruyub, saxlayıb. Yəni balalar da var axtanda. Fikir verirsiniz, quyruğunu açmağa, fikir verirsiniz qardaşlar. Mən tərəflədirəm, baxın quyruğunu açmağa. Hə. Maşallah olsun. Mən çox sevindirdim bu çəkilişlə. Mən istəyirəm özüm onunla bağlı danışam, elə yerində. Yəni bu qorunub sax, heç nə qatılmıyor bunlara. Mən onunla bağlı istəyirəm, biz qısaca çəkiliş edeyim. Qardaşlar da baxır. Əziz dostlar, o axtardığımız ki, yerli cinslər, yəni sırf bir cinsdə, bir növdə, yəni xüsusiyyəti, xasiyyəti, görünüşü, o 5 əsas vacib elementi ilə indi uçuşun görə bilmirik. Təbii ki, qardaşın danışığından da hiss olunur ki, yəni görünən dağa bələdçi lazımdır. Quşların inşallah fiziki görünüşü, inşallah inanıram ki, onların uçuşundan xəbər verir. Əziz qardaşlar, bax ben bu çəkiliş edəndə həqiqətən çox sevindim. Məni tanıyan dostlar bilir ki, mən darışında olmuşam. Xüsusilə Bakı ağları. Bakı ağları, elə mən buradan bax məni görür. Mən Elmi sənə çox sağ ol deyirəm əzizim. Bunu qoruyan qardaş. İndi biraz əvvəl adını çəkdi. Məhəmməd sənə çox sağ ol deyirəm əzizim. Yəni bunlar bizim brendlərimizdir. Yəni açığı sizə deyim. Düzdür, orada da bizim yerli cinslər var. Xırda nişanlarımız var. Bu ağların görünməsində, üzr istəyirəm, yəni yer setkadır. Bu ağların görünməsində, yəni bu kişinin zəhməti çoxdur. Yəni saxlanmasında bütün dəyərli dostlara bu gözəl ağların yanından salam deyirəm bir daha. Qismət olsa uçuşlarını da inşallah göstərir. Hə, inşallah yadınızda qalsın. Bu bax hazırda bəhs elədiyimiz bu gözəl göyərçinlər haqqında danışdığımız kimi uçuşlarını da sizə real göstərəcəyik. Allah sizdən razı olsun bir daha. Elmin qardaş çox sağ ol. Mənə xoşum gəldi. Bu səhətdə də kötü. Mənə çox xoş oldu. Allah şahid ki, sevindim mən. Yəni Orada da əsas yəni quşlar oradadır, belə deyim, burada. qardaşlar sevindim ha, təmiz deyirəm sizə. Buyur gedək. Gedək inşallah indi ağsaqqallarımız danışsın biraz. Sonra Allah qoysa bir çörək kəsək, Allah qoysa gedək o səhətdə də biraz çəkilişlər eləyərsən.
baxarıq olur. Çox gözəl. Ya qardaşlar, şəraiti də maşallah gözəldir. Xanələrində də Balalar da var. bax fikir verirsiniz. Maşallah, maşallah. Ağlardır. Biraz əvvəl qeyd elədik ki, hansı ki, balalar verirlər. Bütün hər bir quşxananın içində çəkiliş var. Canlı şəkildə istənilən yerdən baxıla bilir. Hər gün 24 saat. Həmin quşların davranışı. Baxın, bax quşlarda sual verirlər ki, niyə o şey olmur? Məndə heç vaxt o çiçək xəstəliyi olmur. Bu ağcaqanad dərmanı. Pastayan quşxanada ağcaqanad dərmanı olur. Bəli, yəni ki, sual çiçək xəstəqanla yayılan bir şeydir. Yəni ağcaqanad birini sancıb o birisini sancanda yayılır. Məndə olmadığına görə, yəni mən çiçək xəstəliyi nədir bilmirəm. Mən hər şeyi qoyuram kənarda, düz sağ ol, qapatırsan. Bunlara ki, bu dəyər verirsən, bu yeri istəyirsən, şəxsən mənə sevindir. Yəni, məni tanıyanlar bilir. Mən bu işə nəyə görə, nədən, yəni bu sevgimə... İnşallah belə göstərəcək Allahın köməyi ilə bunların uçuşlarını da əsas yerdə göstərdi. İndi də hələ quş vaxtı deyildi. Yerdə yer gördük, göydə də uçuşu. Hələ quş vaxtı deyildi, ona görə hələ yerdə göstərdi. Əziz dostlar, çox maraqlı videomuz davam edir. İnşallah biraz sonra davam edəcəyik. Razılara çiğnir kuşları. Bilirsiniz. Hadi yaxına səfə bilirsən bana, gəl bəri. Bu kişinin zəhməti çoxdur da, görürsünüz qardaşlar. Nədir? Hə, balalardır. Abi zəhməti çoxdur da. Valla zəhməti çoxdur. Zəhmətli əziyyətinə qatlaşasan. Sən durub mənə zəhmətini çəkməsən, əziyyətinə qatlaşmasan, olmaz. Bir də ki, kuşbazlıq elədin, gəliyək kuşbazlıq edəyəsən. Belki kuş saxlayırsan, bir də var. Kuşbazlıq edəyəsən. Allah bərəkət versin azam. Allah hamısına eyvanatına qalibiyyət versin, bizimkilər. Qardaşlar, hamısı yeri cinslərdir. Maşallah xırda nişanlar, səflər, göz xallılar. İçində dolaq var, çılpaq var. Lap badamla olanları var. Görürsünüz, bax, içərisində var. Hər cürəsi, hər rəngi, hər çeşidi, hər gözəlliyi görmək olar. Tək insanlarımız da gözəl xasiyyətə malik olsunlar. Allah yaxçılara can sağlığı versin. Birinci pislər və onlara da Allah hidayət etsin. Amin. Belə deyim də. O da köz atmasınlar da. Hə, o da köz atmasınlar da. Yəni bu ölümlü, itimli dünyadır da. Yəni bir quşdur yəni. Allah Hacı Elvin, sənə qurban olaram. Anda kalan bu çəngətük dediyimiz quşlar nə qədər maskalar cırdı qardaş. Çox. Yaxşı yoldaşlarla tanış elədiniz. Heç kəs tanımırdım da, belə deyim. Bu bir hobbi kimi buna başlayanda heç kəs tanımırdım. Yəni təzə başlayanda həddindən artıq çox belə camiədə demək olar ki, çox adam tanınır. Sonra başa düşdüm ki, yəni həddindən çox yalan danışır, həddindən çox. Yəni bilmirəm özlərini alladırlar, bilmirəm. Biraz əvvəl Azraf həmi yaxşı bir söz dedi. Ki, qardaş, özünüz allatmayın. Yəni təməl bilmirəm də nəyə görə yəni yalan danışırlar. Bir şey ki, yəni quşdur da, bir şeyin ki adı quşdur. Yəni bir dostumuz var, yaxşı bir söz danışırlar. Mən də onlardan eşitmişəm quşbazları. Bir şeyin ağlı olsaydı 10 saat gedib uçmazdı ki. Bir şey gedib arası. Biz ona görə deyirəm özümüzü öldürməyək. Bir də bir mövzuda toxunmaq istəyirdim. Elə biz gəlmişkən sistem onda deyil. Bu ümumiyyətlə bu çəkilişlər, bu YouTube-da istər olsun, istər TikTok-da olsun, bunlar əgər sosial şəbəkəyə qoyulursa və ya biz çıxıb sosial şəbəkədə nəsə deyiriksə, nəsə çəkib qoyuruqsa, ehtiyac yox. Nəsə qoyuruqsa, nəsə göstəririksə, nəsə paylaşırıqsa ki, bunu cəmaət görsün və bu paylaşdığımız şey ümumiyyətlə təhqirdən və təhqirdən başqa yəni hər bir şey açıqdır. Yəni müzakirə mövzusudur. Tənqid oluna bilər, birinin xoşu gəlməyə bilər. Bu problem fikir bildirilə bilər, sərbəst şey lazım ki, fikir bildirəndə də gəlin elə bildirək ki, bir-birimizin xətrinə dəyməyək. Qarşınızdakı adamı
yəni incilməyə soram, yəni artıq söz söhbətlərə gətirib çıxarmasın. Yəni biz bir söz deyəndə dediyimiz sözü fikirləşib deyək, yəni istifadə etdiyimiz hərəkəti, sözü fikirləşək, bir Yüz ölçək, bir düşürək, ağızdan çıxaraq. Orada yazı bir kəlmə sözdür, onu yazmaq düzgün deyildir. Yəni yazanda da fikirləşmək lazımdır ki, qarşındakı adamın xəttinə dəyər, dəyməz. Tənqid də eləyəndə, yəni hər şey elə eləyəsən ki, yəni sabahları sən özün yəni Tənqid obyektinə çevrilməsin. Çox sağ ol. O mövzu ilə bağlı İnşallah yenə gedəcək də. İnşallah. Mən istəyirəm o afam kötükləri göstərim sizə. Allah qorusun. İnşallah. Çəkərik, yəni hələ çəkilişlərimiz davam edir. Allahın izni ilə. Mən bilirəm ki, bu çəkilişlər çox Mən çox xoş maraqlı. oldu əslində, yəni sizin bura gəlməyiniz. Sağ olun. Neçə vaxt elə planlaşdırırdıq, zəngləşirdik, danışırdıq, qismət olmurdu görüşmə. Elə bu günə qismət imiş. Allah İnşallah sağ olun. istəyirəm ki, bir dəfə də Allah qoysun yaydı çıxar Bərabərlik vaxtı. ona görə xoşdur. Bəli, bəli. Mən İslam'a rahat şəkildə yaxınlaşıram. burada hamı- İşəni rahat şəkildə Biz hamımız bir evlik kimi, yəni. münasibətimizi qura bilirik. Bu bərabərliyin əlamətidir. Allah Taala necə deyir Quranda, ağla qarada fərq qoymur. Allah sizləri var eləsin. Acı ləzzət elədi. Mən inanıram ki, tez-tez görüşəcəyik. İnşallah. Allah ömür Xüsusən versin. Mən oldum, olmadım. Biz həmişə buradayım. Mən olmasam Əzəm buradadır. Əzəm olmasa Seyid buradadır. Seyid olmasa Eşən. Seyid isə Seyid mənim əyləşağım da. Həmişə adam var. Yəni gəlin Seyid açın bizdən qapını. yuxarı məhəllədə O böyük. qapını bağlamıram. Gəlin açın, haçan istəsəz girin içəri. Bütün özünə hörmət edən, özünü tanıyan, yəni belə deyim də, yaxşı qardaşlara bu qapımız həmişə Bu açıq. kişilərin üzünü açıqdır. Bəli, bu qapı kişilərin üzünə açıqdır. Haçan gəlsələr, yəni başımız üstə yerləri var. Gəlsinlər, oturaq, deyək, gülək, danışaq, quşbazlıq edək, nə bilim, söhbət eləyək, deyək, gülək. Yəni bu həyat onun üçün tikilir. Bəli. Allah xeyirli eləsin. Qardaşlar, bu məkan həqiqətən bax görürsünüz. Bu məkan, bu gözəllik Allahın izni ilə sizlər üçün belə deyək. İslam danışdı. Allah İslam kişiyə can sağlığı versin. Cavandır maşallah. Cavandır maşallah. Biraz əvvəl düz zarafat edirdim, ancaq həqiqətən də səhhəti ilə bağlı biraz şey oldu. Yəni gec vaxt ayırdıq ona. Dedik o biraz özünə gəlsin. İslam sənin bağrıma basılır. Sağ ol qardaş. Əziyyət çəkdim. Sağ ol. Bu da mənə bax dostumdur bu heç Eşənlə neçə illərdir. Eşənlə çempion olmamışdan qabaq Eşənlə biz çörək kəsmişik. Allah Eşən can sağlığı da mənim əyləşağım Seyid. Allah sənin da can sağlığı versin. Mənim qardaşımdır. O da mənim ürəyimdir, qardaşımdır. Bax. Səni salamlayıram. Baxşəliyev, özündən müğayət ol. İslam çox sağ ol. Eşən. Sağ ol. Atiya, mənim adaşıma salam deyir. Sağ ol qardaş. Qardaşlar, bax bu kişilərin yanından bax gəlirsiniz. Bax elə Seyid. Tez beyaza zəmin. Gəl. Bir çəkilişdə düşür də yağı ki. Bax, təşəkkür. Gəl bura. Bu ocaqdan sən baxın. Bax, gözəllik, birlik, bax, belə yerdən başlayır. Qidalarımız süfrədə qaldı. Çörəklər süfrədə qaldı. Ancaq əmin-amanlıq, birlik həmişə ürəklərdə qalacaq. Ona görə də dost olmağı bacaraq, dostluq olmandan sonra onu qorumağı bacaraq. Burada bizdən böyüklər, bizə nümunədir. Allah heç bir evə, necə deyərlər, o dəyərsiz bərəkəti qismət eləməsin. Hər yerdə bərəkətin ən alisini nəsib eləsin. Siz bu ocağa, aycan. Paxıllığı yerə qoysaq, hər şeyimiz bizim necə olacaq. Ən rahatı, ən gözəl. Paxıllıq şeytan əlamətidir. Valla, paxıllığı yerə qoysaq ha. Təşəkkür sənə qurban olaram. Qoysaq yerinə paxıllıq zaten. Hər bir şey qaydasında olacaq. Quşumuz da uçacaq, yaxşı dostlarımız da olacaq. Azər kişiyə qısqanmaz bir mövzəsi var. Qulaq assın. Bəli. Qulaq assın, adamın ürəyi, nə bilim, görəsən belə insanlar var, həqiqətən də var. Sağ olun, Allah can sağlığı. Allah olasın. Sağ ol. Sağ ol, maşallah. Sənə bağırma varsan. Təşəkkür. Elə danışa qoy telefon tutun sənə. Sən də bir kəlmə gəl otur deyə. Gəl bura. Gəl qardaş, gəl. Gəl bura. Təşəkkür. Mənim əziz qardaşım. Necəsən bura? Mən də öz adımla hamını salamlayıram. Gözəl insanlar var bir məclisdə. Allah onun canını sağ eləsin. Sağ ol, əziz qardaşım. Sağ ol. Ürəyimiz açıldı, şad oldu. Elvinə də can sağlığı arzulayıram. Bu həyatında xeyir işlər qismət olsun. Amin. Maşallah çox gözəl oldu. Allah
Allaha şükür. Hə, vallahi. İslam, şən, Dəyərli insanlardır, yaxşı qardaşlardır hamısı. Yaxşı quşbazlardır. Allah hamısını var eləsin. Yerə salmışsın sözünü. Sağ ol. Elə deyən kimi gəldin. Ürəyi qoz olan bütün. Hörmətə bağlıdır İlxan müəllim. Yəni Allah canını sağ eləsin. Sən də əziyyət çəkirsən, işıqlandırırsan, dəyərləndirirsən bunları. Var ol. Öpürəm mənə, sağ ol. Sağ ol. Əziyyət çəkirsən sən. Biraz əvvəl sən çəkirsən. Nə olar ki? Allah qalalarını Bütün Sağ ol. yarışda olanların da əziyyəti yerdə qalmasın. sağ ol. Razılıyam mən də. Fərqi yoxdur, tanıdım, tanımadım, təytində olmuşam, olmamışam, fərq eləməyəm. Hesab elə ki, mən hesab eləm olmuşam. Valla ürəkdən deyirəm, Allaha and olsun. Hamına uğurlu razılıyam. Sağ ol ay. Əsas odur ki, uçurdu, hünər meydanına girib. Mən üçün fərq eləməyəm. Olu bilə az saat olar, nə olamayam. Heyvandır da. Bu il olar, gələn il inşallah. Yavaş Onu görmüsən də, o əziyyət sən çəkmisən. Yağın ki. Yəni knopka da öyle, bu basaq 7 saat gəlmiş. Heyvandır. Onu düz hazırlaşdırmaq lazımdır da yəni. Bilənlərdən məsləhət almağa dəyər. Bəli. Birdən birə heç kim heç bilmir, heç kim heç bilmir. Yavaş, hörmət. Sizi böyüklərdən danışın. Hamını uğurlu hazırlayıram. Sağ ol qardaşım, sağ ol. Öpürəm. Yaxşı nəticələr olsun, hamı. Sağ ol. Təşəkkür edirəm, təşəkkür edirəm. Hə, sağ ol qardaş. Elvin, Allah canını sağ eləsin qardaş. Məclisi yaratmışsan. Allah sizdən Gözəl insanlar bir yerə toplanmışsan. Allah səni var eləsin. Allah səni ürəyinə görə versin. Rəzikildə görüşmüşük deyəsən. Bəli. Bir neçə məclislərdə görüşmüşük. Allah qismət elədi, elə bizə yəni. Qapım açıldı, yəni. Sağ ol. Allah canını sağ olsun. Sağ ol əzizim. Mən yenə də deyirəm Elxan qardaş. Keçən il Baba Elvin qardaşımız üçün arzuladım ki 60 saat birinci ildə danışdı. Dedim, mən nə danışırsan ha sən? Dedim, danışıram da indi. Kuşbazlıq arzudur. Mənim də öz arzularım vardı. Yəni göz açıb uşaqlığımda quş görmüş gəlibdi. Demirəm ha yaxçı quş. Quş da olub yaxçı da olub, pis də olub, kuşbazlıq alımı. Dedim, mən 60 saat baxdım heyvanlara. Allah həcəmində canını sağ olsun. Ağsaqqalımızdır. Elini dedi ki 60 saat dedi, yox ola bilməz. Hələ də oldu, 58 saat. Maşallah elə 58-60 saydı. Dedi ki gəldi, dedi ki öpürəm sən, halal olsun sən. Dedim nə bilim göydə Allah, yerdə də biz. Atılmış gözümüz üçün hoppumuz, dil xoşluq eləyirik, mehribançılıq eləyirik. Bundan gözəl şey var. Quşbazlar demək istəyirəm ki, qoşulun yarışlara. Vallahi Bəli, qoşulsunlar. Yarışma o deməkdir ki, yəni sən orada uduzacaqsan, bir nəsə dəyişəcək. Bir nəfər qalib olur da, indi ümidə götürəndə. Yarışma, yəni bu sənin belə deyim, heç bir mənliyyə, nə bilim, şəxsiyyətə təsir edən bir şeydir. Bu yarışdır, quşların yarışması. Yəni quşlar bir-biri ilə yarışırlar, biz insanlar bir-biri ilə yarışmır. Biz quş yarışdırır, quşlar uçurlar. Nə qədər çox adam qoşulsa bu yarışmaya, bir o qədər çox, belə deyim də, inkişaf gedər, daha aşırı quşlar olar. Yəni biz bunu eləyə bilərik də, bir xalq olaraq, bir millət olaraq biz buna qadirik də. Yəni dəfələrlə görmüşük ki, yəni adi 44 günə Qarabağı geri alan bir xalq olaraq, yəni maşallah Allah şəhidlərimizə rəhmət eləsin. Yəni bir yerdə olmalı. Allah şəhidlərimizə də rəhmət eləsin. Maşallah. Amin. O kişiyə bax, qardaş da, ağsaqqallara baxın. Biz burada danışırıq əziz dostlar. Ağsaqqalsız eləməz. Amin. Onlar orada kuşbazlıq edir, fikir verirsiniz. Ölənləri də Allah rəhmət eləsin, qalanlara da can sağlığı versin. Amin. Allah rəhmət eləsin.
Yaşa. Həmişə yaxşı günlərdə bura.